Geniş istifadə olunan ingilis ifadələri. Məsələn, deyirik ki, dünənin uşağı deyiləm. I wasn't born. Doğulmaq. Yesterday. Dünən. Və ya deyirik ki, nə deyəcəyimi unuttum. I left my train of thought. Nə deyəcəyimi unuttum. Daha sonra demək istəyirik ki, məsələn, onun kimi bir şey. İfadə danışırıq, deyirik ki, neysə yadınıza düşür, deyirsə onun kimi bir şey. Something like that. Something like that. Onun kimi bir şey. Daha sonra tanış gəlir sənəsə. Məsələn, kimsə sizə tanış gəlir, deyirsiniz ki, you look familiar. Tanış gəlmək. Və ya deyirik ki, fikrim səndə qaldı. I left my mind. Mənim ağlım. Mind. On you. Səndə qaldı.